izləyiciləri, sizi salamlayırıq. Bu günləri bizim kanalımızın ilk müsahibəsidir və mən sizə Aqra Elmin İnkişafına Dəstək İctimai Birliyinin sədri Mirəkbər Seyidovu təqdim edirəm. Bu günləri bizim əsas mövzumuz həmin İctimai Birliyin yaranma səbəbləri və fəaliyyət sahəsi haqqında olacaqdır. Mirəkbər müəllim, istərdim ilk növbədə özünüzü təqdim eləyəsiniz və bu İctimai Birliyin yaranması, fəaliyyət sahəsi, bizim belə deyim, insanlarımıza faydası haqqında danışasınız. Salam, hər vaxtınız, anınız xeyir olsun, hörmətli iştirakçılar və izləyicilər. Deməli, mən Mirəkbər Mirmövsünoğlu Seyidov 1951-ci ildə Naxçıvan şəhərində anadan olmuşam. İxtisasca mən iqtisadçıyam. Xalq Təsərrüfatı İnstitutunu 1971-ci ildə bitirmişəm. SSRİ dövründə bir çox təşkilatlarda, ticarət təşkilatlarında rəhbər vəzifədə işləmişəm. Lakin SSRİ dağılandan sonra özəl məsələlərlə məşğul olmuşam. Ancaq və lakin 2005-ci ildən mən yenidən mənəviyyat sahəsinə dönmüşəm. Səbəbi də Əshab-ı Kəhf məsələsi olub. Onun lazım olsa haqqında bir dəfə ətraflı danışarıq. Yəni mənim yolum Əshab-ı Kəhfdən gəlir. 2009-cu ildə mən təxminən bir ilə yaxın ailəmizdən bir yerdə Naxçıvanda qalası olduq. Mən Quran-ı Kərim və onun müxtəlif dillərdə təfsir və tərcümələrini özümlə aparmışdım Naxçıvana. Deməli, oxuyurdum, bəzi suallarım çıxırdı. Onları qeyd etməyə başladım. Təxminən bir 96 səhifəlik bir yazı dəftər, qeydlərim əmələ gəldi. Məsələn, belə fərz edək ki, namaz neçə dəfə olmalıdır, sayı, vaxtı. Sonra Əshab-ı Kəhf niyə, məsələn, Vasim Məmmədəliyev əfsus təfsus kimi Quran-ı Kərimdə göstərir, lakin əsas mətnlərdə, Türkçə tərcümələrində və yaxud da Kaşkovskinin Rusca tərcümələrində onlar yoxdur. Belə suallar mənə gəlmişdir. 2011-ci ildə fevral ayının ortaları mən Vahid Rzayevlə tanış oldum. Deməli, rəhmətli Hüseyn Zavadov İnsan Taleyini özü yazıb kitabının müəllifi. O məni Vahid Rzayevlə tanış elədi və gəldik biz Dəmiryol İdarəsinin yanında bir yarım podval yerdə bir 2 saata yaxın söhbət elədik. Əmələ gəlmiş suallarımın demək olar ki, hamısına Vahid müəllimdən mən cavab ala bildim. İndi də həmin məkandan çox keçirəm, yolumun üstündədir. Keçəndə həmin o məkana mən salam göndərirəm ki, Vahid müəllimlə ilk dəfə burada oturmuşuq, bu yarım podval yerində oturmuşuq. Ondan sonra Vahid müəllim deməli mənə kitablar, öz kitablarını, yəni biz tanış olana kimi buraxdıqları kitabları, yaranış kitabı, bu yaranış kitabıdır. Lakin bu keçən il biz bunu Azlatınla nəşr eləmişik. İlk nəşr 2 il İlk nəşr 2 ildir. Ondan başqa yaranış haqqında söhbət kitabları, 1-ci, 2-ci, 3-cü hissələr. Ümidimi Sənədi kitabı, bir də Kainatlardan da Yaranışımız kitabı. Bunları təqdim elədi və mən məmnuniyyətlə qəbul elədim və apardım, başladım oxumağa. Təxminən bir aydan sonra mən Vahid müəllimə, ondan sonra davamlı görüşürdük. Vahid müəllimə zəng elədim ki, mən kitabları oxumuşam, baxmışam, bunlar haqqında bir... İlk təəssürat necə oldu Mirəkbər müəllim? Yəni, mənim ilk təəssüratım biraz sözün açığı bayaq dediyim kimi qəbul eləməkdə çətinlik çəkdim. Düz gənc idim. Amma sonraki illərdə də biraz çətin idi. Sizdə necə alındı? Yəni, keçid rahat mı oldu? Yoxsa
birinci belə, yəni bilgilər çox dərindir. Yəni mən nəyə görə bu sualı verirəm? Çünki heç bir belə deyim, araşdırması və yaxud da ki, bilgisi zəif olan insanlar üçün bu məsələləri çatdırmaq biraz çətin olur. Və biraz da bizim bu cəmiyyətdə və ümumiyyətlə dünyada bu dinlərin ağır basması və orada olan biraz yanlış məlumatlar biraz təhrif olunur da, biraz yox, mən deyərəm çox təhrif olunur hər şey və biz doğruları, həqiqəti çatdıranda insanlar biraz, necə deyim, başqa cür, elə bilirlər ki, yanlışı təqdim edirik, əslində biz doğrunu təqdim edirik, yəni bu təzadlar yaranır. İnsanın düşüncəsində də elədir, çünki bizə oturuşmuş bir matrisalar var, onlardan çıxmaq sizin üçün necə oldu? Mən belə deyim də, Quranın dərin mənasına girənə qədər mən Vahid müəllimin bilgilərini qəbul edəmirdim. Çünki mənə tərs gəlir. Sanki Qurana tərs gəlirmiş kimi gəlir. Amma sonra mən Quranın daha dərin mənalarına varandan sonra, ondan sonra başa düşdüm ki, eyni şey deyirlər. Bəli. Aydındır. Təşəkkür edirəm sualınızı görə. Ən vacib suallardan biridir. Deməli, mən özüm necə qəbul eləmişəm, onu haqda danışa bilərəm. Yoldaşlarla, Təvəkkül müəllimlə də, Həsənlə də, digər yoldaşlarla söhbətlərimiz olubdur. Lakin mən öz keçdiyim yoldan. Dediyim kimi, mənim 96 səhifəlik bir dəftərdə qeydlərim var idi. Məsələn, rəhmətli Elman Əliyevlə bir yerdə biz dəfələrlə geologiya, miologiya elmləri doktoru Sübhi Bektaşinin evində olmuşduq. Sübhi müəllim çox dəyərli alimlərdən biridir. Və Sübhi müəllimə belə bir sual vermişdik. Kainatın neçə il yaşı var? Sübhi müəllim demişdi ki, bəzi alimlər 4 milyard yarım il deyir. Yəni ovaldan söhbət gedir. Bəzi alimlər 15 milyard deyir. Vahid müəllimə bu sualı verəndə həmin o çayxanada Vahid müəllim dedi ki, deməli, ovalın qarşısından baxanda 15 milyard il deyir. Kənardan baxanda, yəni dairə alınır ha. Oradan isə 4 milyard yarım. Sonra da bunu açdı. Və bu mənə çox, nətər deyirlər axı, bu kimi sualların, verdiyim suallara aldığım cavablar. İlk dəfə də işləyirəm. Bəli. Yəni ki, deməmişəm, hə. Deməli, cavablar məni qane etməyə başladı. Həm də Vahid müəllim deyirdi ki, Allah Teala, salam olsun böyük yaradana, ilk əvvəl özün deyər. Yaranış kitabı necə deyib? Mən ilkəm, ilkdən ilkəm, yaradanam, mən özüməm, qaranlıqlara işıq saldım, işıq etdim, böyük səslə partlayış baş verdi və s. və ilə. Yəni, Quranında ilk gələn ayəsi İqra olubdur. İqra. İqranı oxu kimi tərcümə ediblər. Oxu ümumi mənanın içərisində bir hissədir. İqra mənim düşüncəmlə o söz, çünki yaranış kitabında bəşərin yaranmasının ilk babalarından biri mən baba olması və Azərbaycan dilinin o vaxtlardan təşəkkür taparaq indiyə kimi gəlib çatması mənim şəxsən özümdə belə bir təəssürat yaradır ki, ilk ra, yəni ra işıqdır. İlkin ra'dır. Yəni əvvəl işıqdır. Bütün önəmli sözlərin hamısının içərisində ra var. Yaradan, Quran, Cəbrail, İsrail, Ramazan, Ray, Nostradamus və s. və ilə axır. Bu sözlər, yəni 96 Ələq surəsində İqranı saldılar Ələq surəsinin ilk ayəsi kimi, gətirdilər Quranı yenidən tərtib etdilər. Məsələn, Türkiyədə bir çox mənbələrdə Quranın gəlmə ardıcıllığı ilə ondan düzümü var. Düzümü? Siz də yaxşı bilirsiniz. Gəldi, yenidən tərtib edəndə gəldi
düşdü 96-ya. 96 rəqəmin özü də bir müqəddəsdir. İnyandır da 9-6. Bəli. Və gətirdilər Fatihə surəsini, gətirdilər saldılar birinci surəyə. Ancaq Allah Taala yenə də özünü 7 dəfə təsdiq etdi. Həmin o surədə. Fatihə surəsini saysaq 7 dəfə ra keçir. Yəni həm də Sirat körpüsündən keçərsən də, Sir nədir? 7-dir. Ra işıqdır. T Tanrıdır. Tanrının huzuruna keçmək üçün 7-ci qatdan keçib 8-ci qatda olan, əbədiyyətdə olan Allah Taala ilə görüşə biləsən. Beləliklə Fuad müəllimlə biz tanış olduq və əməkdaşlığımız başladı və Aqranı da adlandıran Vahid Rzayev oldu. Neçənci ildə oldu bu? Bu 2012-ci ildə 12-ci ildə oldu. 12 il bundan öncə və Doğru ilə eyni vaxtda. hə. Təsadüf yoxdur. Və Aqranın da ilk tədbiri 2012-ci ilin 19 noyabrında, bax bu ayda Naxçıvan Dövlət Universitetində oldu. O vaxt biz Fikrət Rızayevin, Vahid Rızayevin böyük qardaşı Fikrət Rızayevin Söz və Söz konstruktorluğu kitabını nəşr eləmişdik. 3-4 ay qabaq Naxçıvana göndərmişdi. Naxçıvan Dövlət Universitetində, Akademiyanın Naxçıvan bölməsində bu kitabların müzakirəsi var idi. Elə mən evdən çıxıb, yenə də təsadüf yoxdur, taksiyə doğru gedəndə mənə Ədliyyə Nazirindən zəng gəldi ki, bəs sizin təşkilat qeydiyyatdan keçibdir. Mən elə təyyarədə gedib Naxçıvana çatandan sonra ilk dəfə rəhmətli Varif Məmmədov var idi. Bizim saytda da çox hörmətlə alınan bir şəxsiyyətdir. Onun nəşriyyatında onu biz təqdim edə bildik. Beləliklə Aqranın fəaliyyəti 2012-ci ilin başladı. İdeya müəllifi kim olmuşdu? Təşkilatın o cür adlanmasının müəllifi məhz Vahid Rzayev olmuşdu. Aqra nə deməkdir? Ağ ağdır, ra işıqdır. Ağ işıq elm deməkdir. Ağ işıq əslinə qalsa ilahiyyat elmi deməkdir. Emblem bəs onu kim düşünür? Onu rəhmətli Məhrəm Zaman var idi. Deməli bu Nevşehir metrosunun yanında bizim də Aqranın fəxri üzvlərindən biridir. Onun nəşriyyatında onun oğlu İlham bizim ideyada deməli 19 dənə orada cuşa var. 19 rəqəmi də Turgut Bərizadə deyir ki, 19 Allah Taala'nın kodudur. 1 ilə 9, 19-dan sonra 20 gəlmir, elə 19-dan sonra 1 olur. Yəni 19 dənə Aqra işıq və günəş də çıxanda Vahid müəllim deyir ki, günəş çıxanda yerə nisbətən 19 dərəcə ilk şüası onda. 19 dərəcədə gəlir. Və belə ilə başladıq fəaliyyətə və ilk də təqdim etdiyimiz layihə rəhmətli Əjdər Fərzəli olubdur. Hazırda bizim idarə heyətinin fəxri üzvüdür. Vahid Rızayevin təklifi ilə Vahid Rzayev Əjdər Fərzəlini görməmişdi. Lakin biz onunla görüşmüşdük. Əjdər Fərzəlini dəfələrlə görüşmüşdük. 2005-də Naxçıvana bir ideoloji hücum var idi. Yəni haylar arxada deməli Rus səyyahı Polyakov Andrey Nikolayeviç, o da qabaqda dünyanın hər yanında Nuhun qəbrinin gəmisini axtaran gəlib çıxmışdı Naxçıvana və biz onun qarşısını ala bilmək üçün Əjdər Fərzəlindən xahiş elədik. Əjdər Fərzəli Azərbaycan dilində yazdığı Cəmiqaya Qobustan əlifbası kitabının üzərində yenidən işlədi və onu Rus dilində birbaşa nəşr etdirdik. Noyev Kavçak Cəmiqaya Qobustan alfabeti. Hazırda həmin kitabın Azərbaycan dilində nəşri yoxdur. Baxmayaraq ki, akademiyada müzakirə olunubdur, İsəbbəli rəhbərliyi altında və s. Azərbaycan dilində variantı yoxdur. Müzakirədə də mən demişəm. Hazırda biz Təvəkkül müəllim Vəliyev sağ olsun, deməli həmin kitabın
Azərbaycan dilində variantın artıq hazırlayıbdır. Biz də Həsən İsmailovla bir yerdə görüşmüşük. Onu Mədəniyyət Nazirliyinə təqdim edib, deməli, onun Azərbaycan dilində nəşrinə nail olmaq fikrindəyik. Və sair, bundan başqa da bizim layihələrimiz oldu. Lazım olsa bunun haqqında danışarıq. Lakin mənim həyatımda 2011-ci il hadisələri Vahid Rızayevlə tanış olmağını, dediyim kimi, həmişə o məkanı, ilk dəfə oturduğumuz məkanı, Allah Hüseyn Cavadova da qəlbdən rəhmət eləsin, biz, deməli, o məkanı həmişə xatırlayıram və 7 il, 2011-ci il, 2018-ci illər arası biz Vahid müəllimlə demək olar ki, hər həftədə 2 dəfə, 3 dəfə görüşmüşük, ya ofisdə və yaxud da dostlarla bir yerdə. Hələlik bu qədər. Bu, belə deyim, Aqranın fəaliyyət sahəsi, belə başa düşdüyüm ki, bizim elmi və tarixi bilgilərimizi insanlarımıza çatdırmaqdır. Orada olan bilgilər demək olar ki, heç yerdə yoxdur. Mən rast gəlməmişəm, ya məncə yoxdur. Yəni, başqa bir mənbələrdə Aqra az səhifəsində olan bilgilər, mən deyirəm ki, heç yerdə yoxdur. Təşəkkür edirəm ki, diqqət göstərmişsiniz. Bəli, düz deyirsiniz, İlkin müəllim. Hazırda Aqra elmin inkişafına dəstək İctimai Birliyinin ÖVRAQ, yəni saytının. ÖVRAQ sözdə Bahadır Tayyibəyevlə və Vahid Rızayevlə gəlmədi. ÖVRAQ, yəni səhifə. Vərəqlər. Vərəqlər. Daha doğru tərcümədir və deməli 2013-cü ildə biz ÖVRAQ-ı yaratmağa başladıq. İlk onun da zəhmətkeşi Həsən İsmailovdur. Həsən İsmailov belə günlər oldu ki, biz Həsənlə gecə saat 12-yə kimi, 1-in yarısına kimi ofisdə olurduq və bunu materialları yerləşdirməyi və s. və ilə texniki məsələləri Həsən əldə edirdi, ümumiyyət redaktör məsələlərini mən məşğul oldum, Vahid mənim də gəlib gəldi arada. O vaxtdan başlayan, 2012-dən başlayan, 13-dən də doğrusu başlayan, 11 il keçibdir. İlk günlər, ilk aylar 2 nəfər, 3 nəfər, 5 nəfər gündə baxış sayı olurdu. Orada sağ olsunlar belə hesablayıcı şotçik deyirlər də, onu qoymuşdular. Nəzarət edə bilir. Vahid müəllimlə bir yerdə onu çox sevinirdi. Lakin hazırda dünyanın 144 ölkəsindən bizim 200 minə yaxın bizim oxucumuz var. Birinci yerdə Azərbaycandır, 130 neçə min dəqiq sayı orada görsənir. İkinci yerdə Amerika Birləşmiş Ştatları. Amerika Birləşmiş Ştatlarının bugünkü günə 22 minə yaxın IP var. 22 minə yaxın oxucumuz var. Hər gün Amerika Birləşmiş Ştatlarından 5, 10, 15, 20, hətta 50 nəfərə kimi də artım olur. Səbəb nədir? Bir misal deyəcəm. Deməli, Yaranış kitabının sonunda deməli, bu kainatda Ovalın elde soyadının içərisində bir yaşam məskəni yox, 6 yaşam məskəni olması barəsində belə bir şəkil gedibdir. Və eyni zamanda bunun yanındakı səhifədə isə deməli, o yaşam məskənlərinin yerə nisbətən vaxt fərqi Allah Taala'nın dərgahından baxanda torpağının rəngi və insanların anlam qədəri. Biz anlam qədərinə, inkişaf səviyyəsi. Anlam qədərinə görə biz o 6 yaşam məskəninin 5-ci yerindəyik. Bizdən sonra orada gedir ki, bir-birini məhv edənlərdir. Deməli, 2016-cı ildə bunu bir misal olaraq gətirirəm ki, bunun səbəbi nədir? Sual verdiniz ki, Aqranın materiallar. 2016-cı ildə dekabr ayında deməli Rusiya bir telekanalında belə bir veriliş getdi ki, NASA gedib yeni yaşam məskəni tapıbdır. Vahid Rızayev də bunu görəndən sonra olan bilinər, olan tapılar
adlı Facebookda bir material paylaşdı. Həmin o Rusiyanın telekanalından 3-4 dəqiqəlik videonu da yerləşdirmişdi öz yazısında və izah etdi ki, orada orta temperaturun 22 dərəcə olmasının səbəbi ondan ibarətdir ki, orada buzlaq dövrü olmayıb hələ. Yerdə də vaxtilə buzlaq dövrü olmayıbdır. O Nuh tufanından sonra, birinci, ikinci Nuh tufanından sonra deməli buzlaq dövrü əmələ gəlibdir. Atlantidanın, xüsusən Atlantidanın çöküşündən sonra Şimal Buzlu Okean və Antarktida və Arktika qitələri yaranıbdır. Eyni zamanda sadəcə onu mən misal kimi gətirdim ki, bizdə dəyər vermədilər. NASA bu kitablar getdi hər yana, Vatikandan tutmuş, NASA'dan tutmuş, hər yana getdi, satdı və onlar da getdilər bunu tapdılar və istinad etmədilər ki, bunu Vahid Rzayev deyib. Azərbaycandan deyilibdir. Təvəkkül müəllim, Münəşbər müəllimin fikirlərlə tanış olduq. Vahid müəllimlə, Aqra ilə əməkdaşlığı haqqında, necə gəlib çıxması haqqında və bildiyim qədərlə siz də Vahid müəllimlə uzun müddət tanış olmusunuz, hətta bir yerdə çalışmısınız. Sizin fikirlərinizi öyrənmək istəyirik. Biz burada izləyicilərimizə və bilgi axtaranlara belə deyim, öz keçdiyimiz yolu çatdırmalıyıq ki, yəni heç bir şeydən xəbər olmayan və yaxud da arayışda olub yarı buraxan və yaxud da arayışda olub bir dalanda ilişib qalanlar bilsinlər ki, hardan necə keçmək olar, siz necə keçmişsiniz, mən necə keçmişəm, Həsən qardaşımız necə keçib. Yəni bu onlara bəlkə də bir açar olar. Buyurun. Mən Vəliyev Təvəkkül. Deməli 1983-də Politexnik Universiteti bitirmişəm. Və Naxçıvanda gəldim bir dəfə alüminium qablar zavodu var, Naxçıvan alüminium. Orada başladım fəaliyyətini. Deməli bizim binada 3 mərtəbəli bina idi. Standartlaşma mərkəzi orada yerləşir. SSR Standartlar Komitəsinin Naxçıvan laboratoriyası deyək ki, orada yerləşirdi. Bizim binada hələ ki yerlər yoxdur, bizim binada yerləşirlər. Həmin müddətdə də biz Vahid Rzayevlə tanış olmuşuq. Deyim ki, belə o vaxt bu söhbətlər yoxdur. Biz sadəcə indi mailimiz vardı. Məsələn, yadıma gəlir ki, bizə Oja Süleymanovun kitabı, o vaxt qadağan olunmuş kitabıdır. Rus dilində tapdı, cəhdi verdi, biz oxuduq. Belə maraqlanırdıqda bu cür şeylər. Sonra Quranın tərcüməsi yox idi o vaxtlar. Mən özüm Leyrəmdə doğmuşam. Dindar mühitdə şeyləmişəm. Üzündən məsələn Quran oxumaq bilirdim, ancaq mənə azad söhbəti yox idi. Heç onun tərcüməsi. İnstitutda 2 dəfə cəhd eləmişdim. Gördüm şeylər, Mirzə Abdullah Vadında kitabı, İndiki Milli Kitabxanada dərslərimi hazırlaşan vaxtı orada kataloqda Kraskovskinin Karan kitabı gözümə dəydi. 2 dəfə cəhd elədim, onu şey eləmədim. Alıb oxuyum, maraqlı idi mənim üçün. Bu oxuduğumuz şey nə yazıb içərisində. Yəni araşdırma ruhunuz o vaxtdan var. Araşdırma o vaxtdan var idi. O da bəlkə bizi yaxınlaşdırırdı. İndi bunlar sonradan adam anlayır da. Vahid Rzayevlə şey eləmək, yaxın olmaq. Bir dəfə məsələn məni apardı evlərinə, getdi evlərinə oturduq. Deməli, baxdım ki, bunda da şeylər var. O vaxt məsələn bizim klassiklərin kitabları çap olunurdu. Əsərləri çap olunurdu, akademik nəşrlər. Orada onlar istifadə edirlər də təbii ki, Quran ayələrindən filandan. Aşağıda görsən yazırlar ki, tutaq ki, Seyyid Əzim Şirvanidir. Burada Quranın filan ayəsi ilə bağlıdır bu şey. Orada da onun tərcüməsini verirlər. Bu da baxdım ki, onları götürüb bir dənə dəftərə yazıb, göstərdim mənə, indiyə kimi yadımdadır. Demək, məndən də çox bunda şey var, o tərcümələr filan. Belə bu cür, yəni yaranış elmi, nə bilim, ilahiyyat filan, belə söhbətlər yoxdur. Sadəcə belə şey, dostluğumuz vardı, sonra yoldaşımız vardı. Sonralar mən hardasa uzaqlaşdıqda mən sonra getdim şəhərdə başladım işləməyə. Hardasa bir 2-ci il işləmişdim yerdə, ancaq əlaqəmiz vardı, görüşürdük. Mən artıq keçmişdim, ticarətlə məşğuldum. Bir gün belə oturmuşdum orada, 2000-dən sonraki illərdir yadımda. Çünki kitablar orada artıq çıxmışdı. Elə özümə fikirləşdim, deyim görəsən Vahid, müəllim deməzdim, elə Vahid deyəm, mən təvəkkül deyim. Vahid görəsən haralarda oldu. Bir də görüm ki, elə peyda oldu şeydi, yerimin yanında görüşdük, elədik. Haralarda sən nəsə, ağaca bir köçüb geyib Bakıya heç xəbərim yoxdur məsələn. Dedi, kitablarım belə çıxıbdı, filan eləyibdi, gətirdi, kitabları zavası verdi mənə. Maraqlı gəlirdi, mən deyirəm, mən tanıdığım Vahid əra, bu kitablar əra, bu kitabı, demək, yalanı kitabıdır ki, Kiril idi, bu kitabları da, hə.
aldım nəsə apardım. Siz deyən kimi də belə baxıram, oxuyuram, nə yazıb almış. Başa düşmürəm ki, hələ söhbət gedir. Çünki mən də Quran oxumuşdum da, Quranı araşdırdım da. Evet. Ancaq heç belə uyğun gəlmir də, yəni deyim, köhnə deyil. Tamamilə təzə bir yanaşmadır, tamamilə təzə bir təlim. Yəni nəsə elə uzun müddət elə qaldı, mən də kitablar çevirmədim. Görüşmürdü, o görüş elə təsadüfi görüş oldu, ondan sonra heç görüşmədik. Sonralar bir dəfə təsadüfən 2016-da idi, 16-da idi, gəlmişdim Bakıya imtahan verməyə. Oturmuşuq, gəlirik Naxçıvana aeroportda, təyyarədəyik. Gördüm bir dənə yaşlı adam gəldi, oturdu elə mənim yanımda belə. Deməli, şeyə qədər danışmadıq heç. Naxçıvana qədər bir kəlmə çəkmədik. Oraya çatanda birdən qayıtçı, siz kimsiniz? Biraz tanış olduq da gəldik. Yox, göydə başladıq, yenənə yaxın söhbətə. Vahid müəllim də mənə elə bil ki, hər adama məlumat verərdi, həmişə ki, tanıdığı adamlar ki, nəsə yadımda o cür qalmışam da dostumuz qalmış. Mən deyən kimi belə filan kəsən filanam. O dəqiqədə ki, Vahid müəllim sizin haqqınızda mənə danışıbdı şeydi. Ondan sonra təkrar başladım Bakıda getdik. Biz göydə tanış olduq. Ofisə getdik. İnanın. Göydə Doğrudan tanış edirlər. Çox bağlı, çox bağlı şey. Orada deyirəm də oturmuşuq, deməli heç daha söhbət eləmir. İki nəfərlik yerlərdə belə balaca təyyarə idi. Yaxın, çatmağa yaxın başladıq, nəsə söhbət eləmir, oradan buradan sən kimsən, haradan gəlsən, hara gəlsən belə. Məlum oldu ki, bir rəhbər müəllim, elə Vahid müəllimin, elə bir növ təkrar yaxınlaşma şey oldu da, oldu. O vaxta qədər də yenə dediyim kimi, kitabları heç oxumadım, yapardım, hara verdim, yenə bir gözümü bilmirəm, heç yəni şey olmadı. Çünki şey eləyənmirdi. Ha, yox, adam Gidişanmırdı, bu nədə axı yazılır. ağır gəlir adam. Belə bir o maqnetin belə tərs üzünə çevirəndə itələmə olur ya. Bax elə bir şey oldu belə. İtəliyirdi adamı ki, bu Düzdür, açıqlamalar da yazılır. Məsələn, bu yaranış haqqında söhbət şeydir. Bunlar, burada izahlar falanlar var da, bunlar da çox elmidir həddən artıq. bəli, bəli. Hər adam girişə bilmir də. Biraz da bizim anlayışımız başqadır. Biz elə bir Hə, bizdə oturuşmuş şey başqadır da, dinin yaradılış haqqında alim deyəndə belə biz titullu alimlər nəzərə Bəli, bəli, bəli. şeydən qalaz ifadələr işlətsin. Bəli. Bu cür sadə dillə o həqiqətləri yazmaq nəsə adama belə şey gəlir. Bəli. Birdən çoxsuna deyirəm ki, şeydir, mənim nəzərimcə Vahid Rzayev göndəriləndir, Allah tərəf böyük adamdan göndəriləndir. Bu kitablar da hamısı oradan deyilibdi, özündən yazmayıbdı. Belə başına sallaşalar, şey eləyənmirlər. Qəbul eləyənmirlər ki, belə bir şey ola bilər. Yəni, o qədər bu böyüklük sadə olur da, yəni o qədər sadədir, şahım inanmağa gəlmir ki, belə bir şey ola bilər. Beləcə sıradan başladıq. Mülahibə müəllim gəldi Naxçıvanda bir müddət, uzun müddət yaşadı, görüşürdük, söhbət edirdik. Bu da təkrar mənə deyərləmişdir ki, bu Həzrəti Zərdüştün davamıdır, yaranış kitabı, Avestanın davamıdır, belə söhbətlər edirdik. Təkmil forması. Maraqlar yandı, dedim bu oxuyum da bu kitabı. Təsadüf deyil ki, biz Atəşşahda Həzrəti Zərdüşt haqqında Yolda gələndə onu fikirləşdim. danışırıq. Yerdə təsadüf seçməyib bu şeydən. Bu yöndə yeri gəlmişkən atəşgahdayıq. bəli. Sonra Mülahibə müəllimlə xeyli söhbətlərimiz 2020-lərdə zəddə pandemiya falan vaxtlarıydı. Məndə maraq yarandı ki, bu dəfə artıq şey eləyəm, araşdırmaq mənasında oxuyam. O Vahid Rzayevin bir sözü var, kitabı deyir, oxunar 4 gülə. Biri belə oxuyursan ki, deyim ki, mən də oxumuşam. Məsələn, axırda gəlir ki, bir də var, araşdırmaq üçün oxuyasın, öyrənmək üçün. Yəni mən artıq o məhəlləyə, harada 2020-də falan da gəldim, çatdım. Baxdım ki, bay Allah, bunlar nə aramışlar. İndiyə qədər elə bir ki, bir şeydir də, bir bağlı insanlara qoyub saxlamışlar da, yəni baxmamışam görüm, nə yazın içərisində. Yəni belə yanaşır da, bizim yanaşmamız bir şeydir. Çünki dediyimiz kimi bizi aşırıblar ki, elm şey olmalıdır, belə nəsə bir dəbdəbəli olmalıdır, nəsə bir şey olmalıdır. Adam yana bilmir ki, belə bir sadəliyin içərisində bir böyük həqiqətlər gizlənədir. Mən həmişə uşaqlara o Bir Qalanın Sirri filmindəki o Elşənin kəmərini misal çəkirəm. Bilgilər var ki, o bilgilərə çatmaq üçün gərək onun altını oxuyasan. Orada ki, oxumamış kəməri belinə taxmaq istəyir, kitablar oradan ki, sən məni oxumamısan. Yəni, hələ bir şeydir. O səviyyə, həmin səviyyənin kəmərini belə taxmaqdan ötürü, gərək o səviyyə layiq olasan. Yetişəsən də. Bəli, yetişməsən o kəmər belində qalmır. Bunlar insana hazırlayırlar, yetişdirirlər. Bəli. Yəni Mən bizə... edirəm, ilk dəfə 2000-ci ildə əlimə almışam o yaranış və yanış haqqında söhbətlər kitablarını. Amma mən 12 il keçdiyi üstündən ki, mən onları oxuya bildim, dərk eləmək qalsın bir. Yəni, hələ ilk dəfə oxuya bilmirdim. Yəni, oxuyurdum, o siz deyən kimi ki, baxırdım ki, Tormozdan öyle. Tormozdan ki, sanki dilə bu sənlik deyil də. O kompüterdə, telefonda olur, hansısa bir proqramı götürmür, gücü çatmır onu götürməyə.
Yəni elə bir şey olur. Bunların yaradandan olduğunu anlayandan sonra, o gözəlliyi hiss edəndən sonra fikirləşdim ki, bunu ciddi eləmək lazım, çatdırmaq lazım insanlara. Evet. Rəhbər müəllim başqa yolla gedir, o məsələn şeylər verirdi, linklər göstərirdi ki, mənbə burdadır. Bəli, bəli. Mən fikirləşdim ki, belə eləməyim. Götürdüm o kanalını yarattı, Telegram kanalını yarattı, Bəli. yaranış. Orada başladım, seçtim o özümün xoşuma gələn yerləri. Məsələn, birinci şeyi paylaşmışam. Nə edim? Mənə də bu düşdü, nə edim? Bəli. Yəni bu adamın elə bir şey, Sizin mesajınız. sadəliyi də ki, Hə, taleyimizə nə düşdü? Ay Fikrət nə düşdü? Bəli. Kitabları yandırdım ki, bir də deyərlər ki, yeni din gətirir. Yəni məqsəd yeni din gətirmək deyil də. Bəli. Allahın sadəcə hökmü yer, sözünü çatdırmaq insanlar. Bunları başladım belə paylaşmağa. Nəsə biraz da inkişaf elədik. Sonra başladım. Bütün kitabların hamısını orada paylaşmışam demələr ki. Bəli. Yaranış Təlimi kanalında bütün elə bir kitabların hamısını, hətta Bəli. sonra gəldim çıxdım şeyə, dilin yaradılmasına da ilahi nəzəriyyə. Bəli. Onunla tanış olandan sonra baxdım ki, burada qısa şəkildə bütün yaranış təlimini icmalı verilibdir, proses Bəli. verilib. Bir dənə məsələn onu oxumaq, dilin yaradılmasına Mən də oradan ilahi- gəlmişəm ilahi əsas. nəzərləri Bəli, oxumaq, bəli. Bu boyda kitab oxumaq elə bir şey deyil. Özləri izah ediblər də, yəni sadə yolunda Yəni, mənim göstərir. rəhmətli atam da o dilçi olub, dil ədəbiyyat müəllimi olub. O da İşət müəllimi Allah kitabını rəhmət etsin. Bəli. əlinə alanda deyib, bunu kim yazıb? Mən dedim ki, babamla bir yerdə işləyən iş yoldaşı da, mühəndisdir bu. Mühəndis deyib, bunu yazanlar. Bu dilçi alimdir. Amma alim deyil də. Alim deyə başqa sahədə, amma dil üzrə deyil. Yəni onu çox heyrətlə və təəccüblə oxuydu ki, bu artıq hərfin mənasını çıxardı da. Yəni bir var kəlmə məna, bir də var hərfin. Bəli. Və çox xoşuna gəlmişdi. Fonemin, hecanın. Yəni insanın Bəli, özünün bəli. içində bir axtarış olmalıdır da, bir istək olmalıdır ki, cavab Bəli. çıxasın da bura. Yəni istək olmasa mümkün deyil ki. Bəlkə də Vadizə o vaxt elə hiss edirdi ki, bunlar olacaq. Vahid mən nə bilirdi. varsa. Vahid mən bilirdi, Və yəni bu adam ayrıldı. da bu dostluq elədiyi adam da nə vaxtsa gələcək bunun elminin yayılmasına köməkçi olacaqdır. Bunlar hamısı yəni ki, gizli şəkildə, daxili O şəkildə... Fikrət müəllimə dediyi həmişə bir söz var da, deyir ki, üstümüzə gələnlər çox olacaq, bizlə qalanlar az olacaq. Ay, bəli. Yəni o qalanları hiss edirdi ki, yəni kimlər Bəli. bu bilginin ətrafında Bəli, qalacaq. bəli. Burada bir ikinci məsələni deyim. Bu Vahid Rızayevlə Fikrət Rızayev düzdür. Bu yaradan deyimlərini şey eləyən, alan, yazıya gətirən Vahid Rızayev, ancaq Fikrət Rızayevi də Fikir Universitetində bir iki dənə yazı var orada. Ekiz qardaş adlandı, əkiz qardaş adlandı. Bəli. Yəni o elə əvvəldən buna şey cavabdır, köməkçi cavab. Yəni bunlar ikisi bir yerdə Fikrət var. müəllim olmasaydı bu kitablar yox idi. Mən Vahid müəllimin özündən şəxsən soruşmuşam. Deyim, Bəli. Fikrət müəllim olmasaydı Yox, biz bəli. bunları bilməyəcəkdik, güldük ki, yəni Gətirib bu düz deyirsən. söhbətləri Biraz utancaqlıq var deyə Vahid müəllimdə çıxmırdı. Utancaqlıq. Yəni, bizi heç vaxt qoymurdu onun videosunu çəkək. Biz dedik ki, biz o istəyirdik əslində. Ki, Vahid müəllim qoyaq söhbətlərimizi çəkək. İmkan vermir. Hoş olmadı, sadə. Rəhbər müəllimin qəşəng söyledi, heç vaxt istəmir ki, onu barmaqla göstərsin. Bəli, bəli, bəli. bəli. Heç nə fikrən kəsdi. Əslində gələn görüşlərimizdə bunu müzakirə eləyərik. Sadəcə bir giriş olaraq deyim. Quranda peyğəmbərlərin adı iki cür təqdim olunur. Həm rəsul olaraq, həm nəbi olaraq. Bəli. Cəmi 5 peyğəmbərin adı həm rəsul, həm nəbi kimi keçir. Onlar deməli Nuhdur, İbrahimdir, İsa'dır, Musa'dır, bir də Məhəmməddir. Bu 5-dən başqa digərlərinin heç bir rəsulların adı nəbi olaraq keçmir. Və ona görə də biz indi Vahid müəllimi göndərilən, yaradandan göndərilən kimi deyəndə insanlarda biraz belə qəribə bir şey yaranır. İdris rəsul var da, tədris şeyidir, peyğəmbər. Yəni bu qələmlə, elm adından bilinir ki, İdris, tədris, yəni bunlar bir-birinə müəllim kimi gələn. Teslanın özü göndəriləndir. Yəni bu burada şey axtarmaq ki, yox bu peyğəmbərdir, təzə din gətirirsiniz, təzə elm gətirən, bəşəriyyət üçün, bəşəriyyətin xeyrinə işləyən, istənilən ixtiraçı, alim göndəriləndir. Yəni adi dəyirmanı belə, çörəyi belə vəhlə mən düşünürəm ki, əmələ gəlib. Kimsə onu tapmayıb. Mendeleyevin özü mən bunu yuxuda görmüşəm deyib. Necə desin? Test sözü deyir ki, mən getdim meşəyə, nə bilim, işıq oldu, belə oldu, mən gördüm. Yəni heç kim gedib öz başına nəyisə, hardasa tapıb nəsə eləmir. Yəni Allahdandır da, nəsə verirsə. əlbəttə ki, ya kimsə plagiat eləyə bilər. Amma bunun kökündə yenə də yüksəkdən, o ilahidən gələn, yəni inci material aləmdən gələn bilgilər dayanır. Yəni ona görə bunu gələn görüşlərimizdə müzakirə eləyərik. Yəni Vahid müəllimin şəxsiyyəti və missiyası haqqında, yəni geniş söhbətlərimiz olacaq. Sadəcə mən indi
bizim izləyicilərimizə onu çatdırmaq istəyirəm ki, biz kimik? Aqra nə işlə məşğuldur? Doğru yol doğru səhifəsi nə işlə məşğuldur? Ümumiyyətlə bu bilgilər hardan gəlib? Necə biz bu bilgilərlə tanış olmuşuq və s. Həsən qardaşım, sənə eşidik. İsmail Həsən, 1987-ci ildə Sumqayıt şəhərində olmuşam. Elə oldu ki, sonra Naxçıvana qaydası olduq 90-cı illərdə. Naxçıvana qayıdandan sonra orta məktəbdə orada bitirdim. Orta məktəbi bitirəndən sonra yenidən Bakıya qayıtman oldum iş üçün. 2010-cu illər falan belə. Sonra bir müddət böyle oldu ki, arada boşluq yarandı, iş axtarması oldum, işsiz oldum. Qardaşım Mövsün Mürəffə müəllimlərdə görüşürlər, söhbət edirlər. Mürəffə müəllim demiş ki, bizə belə bir komitədən anlayış olan bir adam lazımdır ki, bizim işlərə kömək etsin texniki məsələlərə. Mən də o vaxtda işləyə paralel sürətdə IT sahəsində öyrəndim, oxudum. Dedim, lap yaxşı, mən belə bir 2013-cü il idi. 2013-cü ildə Mürəffə müəllimlə görüşdük, ofisdə getdik. Dünyanın sonunda. 2013-cü il. Düz istəyirəm sözü kəsirəm, bunu deyim, bayaqdan demək istəyirəm, fikrimdən çıxır. 2012, Vahid müəllim də deyib, bunu təsdiqləyirdi, deyirdi yəni. 2012 növbəti kvant sızayışı idi həm də. Yəni bu başlayıb 1986, 90-cı il, 2000 və 2012. Bəlkə də indi 2024 biraz da sürətlənirik. Yəni düz 12 il keçib, biz yenə də hər 12 ilin o tam dövriyyənin başında bir mərhələ qalxır. Bax 2013-nin elə əslində danışıb bax 2012-dən 12 il keçib ki, sən deyən kimi 2024-dür. Özdə 11-ci aydır. 11-ci ayda çox önəmlidir. Ayın 12-sidir. Bəli. Ayın 12-sidir. Əsas bu bağışla. Çox önəmlidir. 12 rəqəm də kainatda kamillik təmsil edir. Bəli. Tamlığı. Bəli. Kainatımız elə 12 bölməni var. Biraz baxdım. Mesela 2012-ci ildə həmin ofisdə gəldim, Mürəffə görüşdük. Orada sayt falan yaratdıq, ərsə gətirdik. Belə o həmin o işə mən girəndən Mürəffə yanında, elə o vaxtdan Vahid müəllimlə tanış olduq. Daha ki, dünyasının 2018-ci ildə dünyası dərkinə qədər onunla bir yerdə fəaliyyət göstərdik. Kitabdakı bəzi materialları saytı yerləşdirdik, oxuyurduq. Orada başqa ziyalı insanlar da gəlirdi. Vahid müəllimlə gəlib söhbət edirdilər. Bax, belə qısa olaraq mən Vahid müəllimlə tanışdığım belə oldu. Yəni belə deyək də, internet üzərindən Aqra az sənin üzərindədir yəni. Bəli. Bəli. Mən elə belə demədim ki, o təqdimatda bizim nətər deyirlər? Bayraqlar. Bayraqlarımız. Bu kitablar həm vaxtı məndə də vardı. Mürəffə müəllim 2013-cü ildə mənə vermişdi. Materialları sayta yerləşdirdikcə anlayırdım ki, bu nə demək? Kitablar çünki yerləşdirdikcə Belə seçilməmişsən də sən. Oxuyurdum, gördüm ki, iç başda da yazıbdır. Mürəffə müəllim telefonu yerləşdi sayta, baxırım ki, yazıb orada. Böyük yardım deyilməmi yazıya gətirdir, zəifə Zeynalov. Amma mən başa düşdüm ki, bu buradan yazılan deyil, yuxarıdan yazılan. Məsələn, 2012-ci ildə kitab məndə də oldu, ta ki 2020-21-ci illərdə oxumağa başladım. Üstündən bir hazır oldu. 9-10 il keçəndən sonra elə ki, Hazır o vaxta qədər kitabları oxumaq maza tapırdı. İşdən vaxt olmurdu, psixolojiyam rahat olmurdu ki, oxuyum, başa düşmək üçün rahat olsun. Ta ki 2020-21-ci ildə kitab mənə oxumaq nəsib oldu. Çox rahat. Bəzi insanlara hədiyyə edirəm kitabı, oxuyur, oxuya bilmir daha doğrusu. Deyir, çox qəlizdir, başa düşmür. Amma elə rahat axıcılığına oldum ki, bir dəfə ki, kitabı götürüm. Mən də bir nəfəsə getdim. Mən də elə olmuşum. Kitabda çox gözəl bir yazı ahəngi var. O ahəngə kanal oldum, deyə rahat oxudum. Düşmədinsə oxumaq olmur. Çox rahat oxudum. Eşinməm, siz? Mən Erkin Qiyasi Bakı şəhərində dünyaya gəlmişəm. Deməli, uşaqlıqdan biraz bu bilgilərə, elmə həvəsim çox olub. Həm də atam, anam müəllim olub, babam müəllim olub. Atama rəhmətli olsun. Dayım müəllim olub. Yəni əmilərim hərəsi öz sahəsində çox peşəkar insanlar olub. Məsələn, böyük əmim də Dillər Universitetində dil ədəbiyyat müəllimi olub. Bizim ümumiyyətlə evdə həmişə belə deyim, heç yerdə yazılmayan, heç yerdə deyilməyən söhbətlər çox olurdu. Yəni atamla əmim oturub söhbət eləyirdi. Mən hər yerdə həmişə deyirəm ki, mənim ilk peyğəmbərim atamdır. Yəni otururdum,
onlar söhbət eləyirdilər ki, elə danışırdılar ki, uşaqlar eşitməsin. Amma mən televizora baxa-baxa qulağım televizorda yox, atam gildi o ki, görün bunlar nədən danışır. Yəni, üç rəngli bayrağımızı, ay ulduzu, bunları mən Sovet hökuməti dağılmadan bilirdim. Məsələn, Güney Azərbaycanın bizim olmağımızın, Zəngəzurun bizim olmağımız, İrəvanın və s. və s. Bunların hamısı haqqında yəni bilgili olmuşam. Çünki həmişə də o şey olub ki, bunu heç yerdə demə. Bunu filan yerdə danışma olmaz. Bir məsələ danışım, məsəl üçün, atam o vaxt Lenini və Stalini o qədər söyürdü ki, və onun ayətində o qədər danışırdı ki, evdə. Bağçada mən də o bir aşağı yaş qrupası var, orada ancaq rus dilində olur. Orada rus dilində dedilər ki, Leninin şeirini öyrən. Mən dedim, Leninin şeirini öyrənmir. Mən başqa şeir verir. Niyə öyrənmirsən? O pis adam. Kim deyir pis adam da atam deyir. Sovet vaxtı da bunu demək, yəni bütün ailənin Sibirə, ən yaxşı halda Sibirə sürdüyünü deməkdir də. O da Allahdan elə olmuşdu ki, Tatar müəllimə idi, bizdə Lyudmila müəllimə. O anam mənə gəlib Bağçadan götürəndə demişdi ki, evdə uşağın yanında hər şeyi danışmır. Deyir, nə oldu, bəs belə deyil. Deyir, mənim də babalarımı sürgün eləyiblər bura, bu əzlaflar. Amma bunları deyil. Hər yerdə danışma olmaz, uşağa deyim, belə şeylər deməsin. Mən olmasaydım, bütün ailəmiz gedirdi də, yəni. Nəsə, sözüm canı odur ki, həmişə bu ortalıqda olmayan, gizli, biraz qorxulu, biraz, belə deyim də, hər yanda açıq olmayan bilgilərlə uşaqlıqdan tanış olmuşum. İndi fərqli İqtisad Universitetini bitirdim, əskəri və s. bu sosial həyatı açdıq. Günlərin bir gün mən Neftçi futbol klubuna işə düzəldim. O günlərin də bir günündə dostlarımızla oturmuşduq. Yenə də söhbət gəldi, çıxdı bu ilahiyyata, dinə, Qurana. Ona qədər heç Quranı da oxumamışdım. Onda dostlarımdan biri mənə Qurandakı ziddiyyətlər adlı rus dilində bir kitab verdi. Deyir ki, bunu oxu. Yəni, Quran boş şeydir də. Yazıblar da kimsə yazır. Hə, Qurandakı ziddiyyətlər, özün gözləsən ki, Quran boşdur, yalandır. Nəsə, mən bu kitabı götürüb oradan araşdırmalarıma başladım. Amma Vahid mənim kitablarıyla mən ilk dəfə 2000-ci ildə tanış olmuşdum. Yəni, babam o vaxt nəşr olan kimi... Allah rəhmət eləsin, Behzat müəllimə, onun da çox böyük xidmətləri olubdur. Məhz bu yaranış haqqında söhbət kitablarında mən məlumat üçün deyim. Deməli, bu kitablar, yaranış haqqında söhbət 1, 2, 3-cü hissələr, Vahid Rızayevlə Fikrət Rızayevin sual-cavabı əsasında əmələ gəlibdir. İlk dəfə Vahid müəllim bu söhbətləri açanda Fikrət müəllim çox narahat oldu. Naxçıvanda bir söz var, dəvikibdir. Narahat olubdur, təəccüblənib ki, bunu biz alimlər bilmirik, sən hardan bilirsən? Belə qərara gəliblər ki, Fikrət müəllim Bakıya gələndə, qaydanda, iş yerinə, Azim Maşa, Behzat müəllim Qədirov başda olmaqla çoxlu alimlər, 700 alim işləyib orada. O alimlərə müraciət eləsin. Kimin nə sualı var, yaranış haqqında, fizik haqqında, mexanik haqqında, dil haqqında, nə bilim, insanın, bəşərin yaranması, Adəm Həvva haqqında və s. və ilə bu sualları Fikrət müəllim toplum halında yazıbdır, gətiribdir və neyibdir? O sualları cavablandırıb. Yəni, Elkin müəllim babası, Behzat müəllimə, Fikrət müəllim məxsusi bir təşəkkür yazıbdır. Söz kitabının əvvəlində ki, bütün korreksiyaya baxan, sözünüz kəsim, ancaq qoğu şad olsun Behzat müəllimə. Buyurun. Bəli, yəni o 2000-ci ildə babam o kitabları bizə verəndə ki, bunları oxuyun, özə belə təkid eləyirdi ki, oxuyun bu kitabları, oxuyun. Biz də indi o xəttinə dəyməmək üçün götürüb açırdıq belə, baxırdıq. Birini açdım, ikisini açdım, gördüm, yox da bu mənim girən kol deyildi. Yəni, bu daşqaya məsələsidir, yəni biraz ağır idi sözün açığı, biraz yox, çox ağır idi. Amma dediyim kimi, bir müddət keçəndən sonra ki, mən artıq Quranla bağlı araşdırmalarıma başladım. Sonra otaqda elə otura-otura, iş yoldaşlarım da Zöhrab, Habil, bunlar hər ikisi namaz qılırdılar. Mən də bunlara sual verirəm. Bunlar da deməmişəm, Quran oxumayıblar. Bunların da heç nədən xəbəri yox, amma namaz qılırlar. Yəni, qalmışam böyle şey, siz necə namaz qılırsınız, Quranı bilmirsiniz. Sonra da özüm-özümə deyirəm ki, sən özün Quranı bilirdin, inanırdın, sən də kör-körana inanırdın. Yəni,
Belə sonra Habil sağ olsun mənə uydurulan dildə Qurandakı din kitabını təqdim elədi. O ilə başa düşdüm ki, artıq Qurandakı din ümumiyyətlə bu çöldə olan, bizə təqdim olunan dindən çox fərqlənir. Bir müddət keçəndən sonra artıq Quranın təkcə zahiri deyil, batini mənalarına vardım ki, bunun sən demə başqa cür mənaları da var imiş. Bu daha dərin kitab imiş, bizə təqdim olunan kimi deyilmiş. Və o səviyyədə artıq Vahid müəllimin kitablarını mən başa düşməyə başladım. Ki mən o Quranı dərk eləyəndən sonra artıq mən Vahid müəllimin kitabları sanki mənə açıldı. Və ilk görüşümüz də yadımızdadırsa Nərimanovda çayxanadaydı. Bəli. Düz deməli Təvəkkül müəllim 10-15 nəfər gəlmişlər maşallah. Yox, biz də o çayxanada çox oturmuşuq. Hə, deməli çayxana Nərimanovun düz o parkının düz ortasında yerləşir. Hər yanda maşın doludur. Biz elə Elçin dostum var. İnşallah bir gün dolarla da görüş təşkil edəcəyik. Maşınla gəldik, düz Vahid müəllimin oturduğu pəncərənin qabağında saxladıq maşını. Yəni gəldik, sonra görüşdük, oturduq çayxanada, Elçin belə çöndü pəncərəyə, maşını biz burada saxlamışıq. Yəni bütün hər yerdə oldu, orası sanki boş saxlamışlar ki, başqa yerdə saxlamağa da yer yox idi. Təsadüf yoxdur. Hə, təsadüf yoxdur. Və o səs-küyün içində, düz o cür səs-küyün, belə o siqaret tüstüsü, şeyin içində bizim elə bir ki, o söhbətimizin üstünə bir belə pərdə çəkilmişdi. Biz heç kim eşitmirdik. Bizim dinləmək istədiyimiz yeganə adam orada Vahid müəllim idi, Mürəkkəbə müəllim ki, biz artıq gəlmişik. Əsas Vahid müəllim. Hə, biz Vahid müəllimə də sual verdim bir çox sorulardan ki, Vahid müəllim, siz baxırsınız da ki, görürəm ki, siz Facebookda da, orada da burada çox adama baş qoşmursunuz da belə bir-iki söhbət edirsiniz, buraxırsınız gedir. Bəs bizi niyə belə, bizim necə gördünüz də, biz necə edirik gəlmişik, belə vəhşi kimi gəlmədik ki, yəni çox belə qarmaqarışıq suallar verdik də, yəni o vaxt şey belə deyim, bilgi səviyyəmiz çox aşağı idi. Ona görə uşaq Vahid mənim üçün indi fikirləşirəm ki, biz Vahid müəllimə uşaq sualları vermişik. Kaş filan suallardan verərdik də. Vahid müəllim dedi ki, mən baxdım ki, siz dini deyir, araşdırmısınız, dinin kökünü axtarırsınız artıq. Deyir ki, onda bildim ki, hə, yox, bunlarla işləmək olar. Dəyər. Dəyər, hə. Və ondan sonra da dediyim kimi 2012. Neçənci il olubdu görüşün? Bizim görüşümüz olub 2013 ya 14 bu illərdə. Hə, elə idi, hə. Ya 2010, ondan gec olmayıb yəni. Ən uzağı 2014-dür. Mən də hətta tez idi, 2013 idi məncə. Deyəsən, hə. Hə, çünki elə 2012-də biz elə doğru yolu, doğru səhifələrini başladıq aktiv paylaşmağa. Bir az sonra biz artıq Vahidlə yazılarını paylaşırdıq. 2012-ci ildən də dediyim kimi doğru yolu, doğru səhifəsini açdıq. Onu da Facebook səhifəsi. Hə, Facebook səhifəsi, sonra Adnaklasniki var idi, orada da açmışdıq. Sonra onu başqa adamlar götürdülər, da orada fəaliyyət göstərmirik. Sonra o Quran YouTube kanalını da açdıq, orada da paylaşımlar eləmişik. O Quran bilgiləri indi də durur olar orada, yəni dəyməmişik. Hə. İstəsəz maraqlıdır, baxarsınız, yəni. Sonra artıq Vahid müəllimin yazıları belə deyim, həm Aqra Az səhifəsində, həm sizin vasitəsində səsli çıxdığına görə biz daha o Vahid müəllim üçün belə deyim, ayrıca bir sayt mı deyim, ayrıca bir kanal mı deyə açmadıq. Yəni bu var artıq, biz sadəcə götürürük oradan, sağ olun, biz öz səhifəmizdə paylaşırıq. Siz də sağ olun, çox sağ olun. Bu Doğru Yola Doğru səhifəsinin adı ilə də bağlı deyim. Buradan bizim keçmiş iş yoldaşımız, dostumuz Mehman Rəsulova da təşəkkür edirəm. Və orada otaqda oturmuşduq, səhifəyə ad qoymaq istəyirik. Bu araşdırmaların nəticəsini artıq bilgilərimizi insanlara çatdırmaq istəyirik, az fikirləşirik. Mən də Quranın Bəqərə surəsinin 2-ci ayəsi deyək də. 2-ci ayəsində bu kitab müttəqilərə doğru yol göstərən kitabdır ayəsi var. Mən də adını doğru yol göstərən qoymaq istirdim, səhifənin adını. Onda da Mehman biraz irad bildirdi ki, sən kimsən ki, cəmaatı doğru yol göstərsən. Deyirəm, mən özümü demirəm. Yəni, bu bilgilər doğru yol göstərir. Yox, deyir, sənin səhifənin adın elə olmalı deyil, belə-belə. Deyir, məsəl üçün, olsa doğru yola doğru, hə, bu odur ki, gedirik də, yəni, mən yol göstərmirəm. Xoşuma gəldi. İki doğru arasında yol. Əla. Ki, xoşuma gəldi. O tərcümədə şeydir də, o hüddür söz. Zalikəl kitablar fihi huden lil muttaqin. Bəli. Heç orada doğru söz yoxdur. Azərbaycancasında elədir. Hə də, yəni, tərcüməsi olaraq, yəni o doğru yola doğru şeyi, həmin o, belə deyim, kökü həmin ayədən gəlir, yəni. Belə. Mən şeydə bildim əsas bu Telegram kanalını açandan sonra gördüm sizin də kanal çıxdı. Yazdı ki, biz qayıtdıq, belə bir şey yazdınız. Mən də o əvvəli bilmədim mən.
Hə, biz bir ara vermişdik. Ha, oradan qayıtmışsınız. 2022-ci il yanvarın 12-sində Hə, qayıtdıq. qayıtdıq, belə o deyək. vaxt. Gene 10 şey. Yəni biraz ara vermişdik. Hələ dedim sosial həyat başımızı qatmışdı. Amma təzədən belə deyim, Olur da öyle yüngül qapaz vurdular, qaytardılar ki, qayıdın öz işinlə məşğulsuz. Siz bu dünyaya bu işlərlə yox, bu işlər üçün gəlmisiniz, başqa işlər üçün yox. Kimsə şübhə eləsə, bu kitab hardandır, nədir? Bunun dediyim kimi əl yazmaları var az Kirilllə. Bizdə foto şəkilləri var, bütün dəftərlərin hamısının. Səs yazıları var, özləri danışırlar, özləri əsasında dediyim kimi bu kitablar mənə gəlibdir. Yəni əvvəldən Mənbəsi var. mənbəsi var. Vahid mənbə, mənbə deyil, mənbə istəyir, mənbə sənsən. Mənbə, sən özünsən. onu da deyim ki, bütün Vahid müəllimin dediklərinin hamısı mənbəsi salam olsun böyük yaradan Allah Taala'dır. Birbaşa ondan aldığı bilgilərdir. Baxmayaraq ki, təkcə bu kitabda, Yaranış kitabında gedir ki, böyük yaradan deyimlərini yazıya gətirdi bizə Vahid Zeynaloğlu. Ancaq mən şəxsi söhbətlərimdə, Vahid müəllimlə söhbətlərimdə və bir işıq sərgilədə də bütün kitabların hamısında gedən materiallar hamısı oradan aldığı bilgilərdir. Vahid müəllim heç vaxt yazısını yazıb ondan sonra onu redaktə etməzdi. Ancaq hərf səhvlərinə korrektə olar. Ancaq korrektə etmək olar, şey etmək olmazdı. Nədə redaktiyaya icazə verilmirdi. Mən deyəcəklərim bu qədər Bir hələlik sözdə kifayətdir. Vahid müəllim o yaradanla dialoqu var belə, sevdiyim dialoqlardan biridir ki, deyir mən ali təhsili almadım, ali təhsilim yoxdur. Bəli. Elmlərin kökü. Hə, o da yaradan qarşılıq verir ki, mən səni alimlər içindən seçmədim, alimlər içindən seçdim. Çox gözəl. Yəni Vahid müəllim alimlər içindən seçilmiş şəxsdir. Çox gözəl. Onun da dərinliyini bilmək üçün mən bir dəfə səhv eləmirəmsə YouTube-da idi, bir video var idi, adını çəkməyəcəm kimlər idi. Yəni dəyər verdiyimiz insanlardı. Altdan yazmışdım ki, orada da bilgiyə çatmağın və s. Söhbət dialoqu gedirdi. Yəni bir şey çatmaqdan ötürü bayaq dediyim kimi o bir qalanın sirrində kimi o kəmər gərək insanın belində dayansın. Bəli. Yəni bir tezliyi var ki, məsələn Vahid mənim tezliyi yüksəkdir. O olduğu tezliyi mənə necə göstərsin əgər mən ora qalxa bilmirəmsə. Bəli, bəli. Və yaxud da ki, indi mən başa düşdüyümü kimsə o səviyyəyə gəlməyibsə necə göstərim ona. Yəni Bəli. bu incə materiallı aləmlə kontakta girən, əlaqəyə girən mənim şəxsən tanıdığım adamlar var. Vahid mənim də onlardan biri idi. Yəni bu dəqiqədə insanlar var ki, yəni bizim o şuurlu varlıqlarla da, yəni bizim gözə görmədiyimiz varlıqlarla əlaqəyə girirlər. Yəni Bəli. bu var, bu isbatı var, nəsə deyim, bunun bu mövhumat deyil, nağıl deyil. Bəli. Ona görə də Nəşmə müəllim çox sağ olun. Minnətdaram, Gəldiyiniz üçün. çox sağ olun. Bizim bu doğru səhifəsinin ilk müsahibəsidir, ilk belə deyim, üzə çıxma o günləri də mən yazıb paylaşmışdım. Quranın bir dənə də sevdiyim ayəsi var. Hətta onu mən açıqlamasını paylaşanda Vahid mənim çox bəyənmişdi ki, nə gözəl yazmısan. Yəni dedim, Vahid mən yazmamışam da, bunu yazan yazıb, deyir, yox, qəşəng türk dilində idi. Mən onu bizim dilə çevirmişdim, amma o həmin ayənin açıqlanması idi. Orada deyir ki, ey örtüsünə bürünən, qalx və nəzərlərinə çatdır, xəbərdar et də, belə tərcümə olunur, bəyan elə. Bəli. Amma orada xitab bütün hər şey idi. Yəni o ayənin açıqlaması ondan ibarət idi ki, yəni bu sənə gizlidir, artıq gizli qalma insanlara, bunun zərrəsini də göstər, tərkibini göstər, strukturunu göstər. Yəni bu gün də gəldiniz, bizi sevindirdiniz. Təşəkkür Biz də edirəm. artıq belə deyək, biz də örtümüzü artıq Yaxşı ki varsınız. üstümüzdən açdıq. Çox sağ olun. Yəni düşünürəm ki, bu işimiz uğurlu olacaq. Çünki bizim işimiz, niyyətimiz, keçən biz uşaqlarla da görüşdük, bizim niyyətimiz doğru bildiklərimizi həyatda tətbiq edib faydasını gördüyümüz şeyləri çatdırmaq. Yəni bizim başqa bir niyyətimiz və əməlimiz yoxdur. Əkin müəllim, təşəkkür edirəm. Yadımdan bir cümlə də icazə versən əlavə edeyim. Deməli, siz Fikrət müəllimlə, Yaradanla Vahid müəllim arasında dialoqa işarə elədiniz. Fikrət müəllim də deyir ki, Vahid sən həmişə narahat olursan ki,
sənin ali təhsilin olmayıbdır. Bəli. Sənin müəllimin birbaşa böyük yaradan özüdür. Gözəl.